Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz şagird yoldaşlarım və məktəbimizin bütün dinləyiciləri, sizi Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta ümumi təhsil məktəbinin radiosu olan Gələcəyin İşığı FM-in efirindən salamlayıram. Mən məktəbimizin 10P sinif şagirdi Əhmədova Nuray. Bugünkü verilişdə qarşınızdayım. Bugünkü mövzumuz həm həssas, həm də son dərəcədə əhəmiyyətlidir. 2 aprel Dünya Autizm Maarifləndirmə Günüdür. Bu tarix 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə təsis edilmişdir. Məqsəd, autizm spektr pozuntusu haqqında cəmiyyətin məlumatlılığını artırmaq, erkən diaqnostikanın və inklüziv təhsilin əhəmiyyətini vurğulamaq, həmçinin autizmli şəxslərin hüquq və imkanlarını qorunmasını diqqət yönəltməkdir. Bugün artıq dünyanın əksər ölkələrində 2 aprel maarifləndirmə aksiyaları, elmi konfranslar, sosial layihələr və ictimai çağırışlarla qeyd olunur. Autizm spektr pozuntusu, qısaca ASP. Bu anlayış insanın sosial qarşılıqlı əlaqə qurma, ünsiyyət bacarıqları və davranış xüsusiyyətlərində özünü göstərən fərqlilikləri ifadə edir. Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, autizm xəstəlik deyil. Bu, beynin informasiyanı emal etmə və ətraf mühitə reaksiya vermə mexanizminin fərqli şəkildə təşkil olunmasıdır. Elmi tədqiqatlara əsasən, autizm spektr pozuntusu hər 100 uşaqdan təxminən birində müşahidə olunur. Son illərdə diaqnostik imkanların genişlənməsi və erkən skrininq proqramlarının tətbiqi nəticəsində bu göstəricilər daha dəqiq müəyyənləşdirilmişdir. Statistik rəqəmlərin artması autizmin yayılmasının kəskin yüksəlməsi deyil, əsasən erkən aşkarlama və məlumatlılığın artması ilə izah edilir. Autizm spektr anlayışı müxtəlif inkişaf xüsusiyyətlərində özünü birləşdirir. Bəzi uşaqlarda nitq gecikməsi müşahidə oluna bilər, bəzilərində isə əksinə yüksək intellektual qabiliyyət və spesifik sahələrə qarşı güclü maraq diqqət çəkir. Məsələn, riyazi hesablamalar, musiqi yaddaşı, texniki konstruksiya və ya detallara diqqət kimi bacarıqlar autizmli fərdlərdə xüsusi səviyyədə inkişaf edə bilər. Bu isə bir daha göstərir ki, autizm yalnız məhdudiyyət deyil, eyni zamanda fərqli potensialın göstəricisidir. Autizmin əsas əlamətləri adətən erkən uşaqlıq dövründə 2-3 yaş aralığında üzə çıxır. Uşaq göz kontaktından yayınır, sosial oyunlara maraq göstərmir, jest və mimikadan məhdud istifadə edir. Eyni hərəkətləri təkrar etməyə meyilli olur və ya gündəlik rutin dəyişikliklərinə əsaslıq nümayiş etdirir. Lakin hər bir fərd unikaldır. Bu səbəbdən diaqnostika yalnız ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılmalıdır. Erkən müdaxilə proqramları autizmli uşaqların inkişafında mühüm rol oynayır. Psixoloq, loqoped, xüsusi pedaqoq və reabilitasiya mütəxəssislərin birgə fəaliyyəti nəticəsində uşaqların sosial və kommunikativ bacarıqları əhəmiyyətli dərəcədə gücləndirilə bilər. Müasir təhsil sistemində inklüziv yanaşma, yəni xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil mühitinə inteqrasiyası prioritet istiqamətlərindən biridir. İnklüziv təhsil yalnız autizm şagirdlər üçün deyil, bütün məktəb icması üçün əhəmiyyətlidir. Bu model şagirdlər arasında empatiya, tolerantlıq, sosial məsuliyyət və birgə fəaliyyət bacarıqlarını inkişaf etdirir. Çünki müxtəlifliklə ünsiyyət qurmaq, fərqlilikləri qəbul etmək və əməkdaşlıq mühitinə böyümək gələcəyin vətəndaşını formalaşdıran əsas amillərdəndir. Əziz dinləyicilər, gəlin bir sual üzərində düşünək. Fərqlilik nədir? Fərqlilik cəmiyyət üçün təhlükəlidirmi, yoxsa zənginlik mənbəyidir? Tarix göstərir ki, elm, incəsənət və texnologiya sahəsində böyük nailiyyətlər əldə etmiş bir çox şəxsiyyətlərin də davranış və düşüncə xüsusiyyətlərini adi qaliblərdən kənarda olmuşdur. Bu isə sübut edir ki, yaradıcı potensial çox vaxt məhz fərqli baxış bucağından doğur. Autizmli uşaqların ən böyük ehtiyacı anlayış və dəstəkdir. Onlara yazıq nəzərlərlə baxmaq yox, bərabər hüquqlu fərd kimi yanaşmaq vacibdir. Onların hüquqları, təhsil almaq, ictimai həyatda iştirak etmək, sosial münasibətləri qurmaq hüquqları digər vətəndaşlar hüquqları ilə eynidir. Bu prinsip həm milli qanunvericilikdə, həm də beynəlxalq konvensiyalarda öz əksini tapmışdır. Valideynlər üçün autizm diaqnozu ilk mərhələdə psixoloji sarsıntı yarada bilər.
Lakin düzgün məlumatlandırılma və mütəxəssis dəstəyi ailənin adaptasiya prosesini asanlaşdırır. Ailə mühitində sabitlik, anlayış və motivasiya uşağın inkişafında əsas dayaqlardandır. Məktəb və ailə əməkdaşlığı isə bu prosesin effektivliyini artırır. Məktəb mühitində autizmli şagirdlərin sosiallaşması üçün bir neçə mühüm istiqamət vardır. Fərdi tədris planlarının hazırlanması, vizual dəstək vasitəsilə tətbiqi, strukturlaşmış dərs prosesi və müsbət davranış modellərinin təşviqi, müəllimlərin peşəkar hazırlığı və psixoloji biliklərin burada həlledici rol oynayır. Əziz yoldaşlarım, təsəvvür edin ki, sinif yoldaşınız səsə qarşı həddindən artıq həssasdır. Siz onu yanından qəsdən yüksək səslə danışırsınız. Bu onun üçün narahatlıq mənbəyinə çevrilə bilər. Əksinə, sakit və anlayışlı davranış onun üzünü təhlükəsiz hiss etməsinə kömək edə bilər. Kiçik addımlar böyük dəyişikliklərə səbəb olur. Maarifləndirmə nə deməkdir? Maarifləndirmə məlumatı paylaşmaq, stereotipləri aradan qaldırmaq, yanlış təsəvvürləri düzəltmək deməkdir. Autizm haqqında ən geniş yayılmış yanlış fikirlərdən biri budur ki, autizmli insanlar emosiyasızdır. Halbuki onlarda sevinc, kədər, həyəcan və məhəbbət hissləri yaşayırlar. Sadəcə bu hissləri ifadə forması fərqli ola bilər. Digər bir stereotip isə autizmin intellektual gerilikdə eyniləşdirilməsidir. Bu yanaşma elmi baxımdan əsassızdır. Autizm spektrində olan şəxslərin intellekt səviyyəsi geniş diapazonda dəyişir. Bəziləri əlavə dəstəyə ehtiyac duyur, digərləri isə yüksək akademik nailiyyətlər əldə edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı autizmli fərdlərin sosial inteqrasiyasını asanlaşdırır. Alternativ kommunikasiya vasitələri, xüsusilə təhsil proqramları və rəqəmsal tətbiqlər onların bacarıqlarının inkişafına yeni imkanlar yaradır. Bu isə göstərir ki, cəmiyyət inkişaf etdikcə inklüzivlik də genişlənir. 2 aprel təkcə bir gün deyil, bu tarix bizə xatırladır ki, hər gün anlayışlı olmalıyıq, hər gün empatiya göstərməliyik, hər gün bir insanın həyatına müsbət təsir imkanımız var. Məktəbimizdə təşkil olunan maarifləndirici söhbətlər, açıq dərslər və sosial təşəbbüslər də məhz bu məqsədlə xidmət edir. Əziz dinləyicilər, düşünək, gələcəyin cəmiyyəti necə olmalıdır? Daha ədalətli, daha mərhəmətli və daha inklüziv. Bu gələcəyi quracaq olan isə bugünkü şagirdlərdir. Biz gənclər fərqlilikləri qəbul etməyi öyrənsək, sabah daha güclü və həmrəy bir cəmiyyət formalaşacaq. Autizmli uşaqlar potensialı onların qarşısında sədd çəkillikdə deyil, imkan yaradıcılıqda üstə çıxır. Hər bir müəllimin anlayışı, hər bir valideynin səbirlə yanaşması, hər bir şagirdin dostluq əlini uzatması bu prosesin ayrılmaz hissəsidir. Gəlin unutmayaq, fərqli olmaq qüsur deyil, əsl qüsur anlayışsızlıqdır. Empatiya zəiflik deyil, əksinə bu mənəvi gücün göstəricisidir. Elmi birlikdə silahlanmış, humanist dəyərlərə sadiq cəmiyyət autizmli fərdlər üçün təhlükəsiz və inkişaf yönümlü mühit yarada bilər. Bugünkü efirdə səsləndirdiyim fikirlər hər birimizi düşünməyə vadar etməlidir. Çünki dəyişiklik başqalarından deyil, məhz bizdən başlayır. Sinif otağında, məktəb həyətində, ailə mühitində göstərilən anlayış cəmiyyət miqyasında böyük təsir yaradır. Hörmətli dinləyicilər, 2 aprel Dünya Autizmin Maarifləndirmə Günü münasibətilə hər birinizi məlumatlı, həssas və məsuliyyətli olmağa çağırıram. Gəlin fərqlilikləri qəbul edək, insan ləyaqətinə hörmətlə yanaşaq və inklüziv dəyərləri həyat tərzimizə çevirək. Mən məktəbimizin 10P sinif şagirdi Əhmədova Nuray. Gələcəyin işığı FM radiosunun bugünkü buraxılışını burada yekunlaşdırıram. Diqqətinizə görə təşəkkür edirəm. Unutmayaq ki, hər bir insan özünə məxsusdur və bu özünə məxsusluq dünyanı daha rəngarəng və daha mənalı edir. Sağ olun, salamat qalın.